Salam herkese, kanalıma hoş gelmişsiniz. Bugün size dəniz tarixinin ən sirli və ən qorxulu faciələrindən biri haqqında danışacağam. 1991-ci ildə Andrea Gale adlı balıqçı gəmisi 6 nəfərlik heyəti ilə birlikdə Atlantik okeanında yoxa çıxdı. Maraqlısı isə budur ki, bu gəmi heç vaxt tapılmadı və onun son anlarını heç kim görmədi. Bəs o gün əslində nə baş vermişdi? Gəlin birlikdə öyrənək. 1991-ci ilin sentyabr ayının son günləri idi. ABŞ-ın Massachusetts ştatının Gloucester limanından Andrea Gale adlı balıqçı gəmisi növbəti ov səfərinə çıxdı. Gəminin kapitanı 37 yaşlı Billy Tyne idi. Onunla birlikdə Bobby Shedford, Dale Murphy, David Sullivan, Michael Moran və Alfred Pierre adlı 5 dənizçi də bu səfərdə iştirak edirdi. Onlar peşəkar balıqçılar idi. Dəniz onların həm dolanışıq yeri, həm də həyat tərzi idi. Hər səfər böyük risk daşısa da, qazanacaqları pul bu riski qəbul etməyə məcbur edirdi. İlk günlərdə balıq ovu uğursuz keçirdi. Gəmi demək olar ki, boş idi. Kapitan Billy Tyne geri qayıtmaq istəmirdi. O bilirdi ki, boş limana dönsələr həm özü, həm də heyəti böyük maddi zərər görəcək. Buna görə də o, daha uzağa, Atlantik okeanının təhlükəli sularına doğru hərəkət etmək qərarı verdi. Bu qərar onların həyatındakı ən böyük səhv ola bilərdi. Bir neçə gün sonra nəhayət, böyük miqdarda qılınc balığı tutmağı bacardılar. Gəminin anbarları demək olar ki, tam dolmuşdu. Artıq geri qayıtmaq vaxtı idi. Amma həmin günlərdə okeanda çox nadir rast gəlinən bir təbiət hadisəsi baş verirdi. Şimaldan gələn çox güclü soyuq hava cəbhəsi, cənubdan qalxan isti hava axını və Grace qasırğasının qalıqları eyni bölgədə toqquşdu. Bu üç fərqli hava sistemi birləşərək tarixə düşəcək nəhəng bir fırtına yaratdı. Meteoroloqlar sonradan bu hadisəyə The Perfect Storm, yəni mükəmməl fırtına adını verdilər. Çünki bu qədər güclü hava sistemlərinin eyni anda birləşməsi olduqca nadir hallarda baş verir. Küləyin sürəti saatda 120 km-dən çox idi. Dalğaların hündürlüyü isə bəzi yerlərdə 30 metrə yaxınlaşırdı. Təsəvvür edin. Təxminən 10 mərtəbəli bina qədər hündür dalğalar gəminin üzərinə çırpılırdı. Andrea Gale limana qayıtmağa çalışırdı. Son radio əlaqəsində heyətin çətin vəziyyətdə olduğu hiss olunurdu. Lakin onlar rəsmi kömək istəmədilər. Görünür, hələ də bu fırtınadan çıxa biləcəklərinə inanırdılar. Bu, onların dünyaya göndərdiyi son mesaj oldu. Bundan sonra radio tamamilə sustu. Gəmidən bir daha heç bir siqnal alınmadı. Bir neçə gün keçdikdən sonra gəmi limana qayıtmayanda ABŞ sahil mühafizəsi geniş axtarış əməliyyatına başladı. Təyyarələr, helikopterlər və xilasedici gəmilər minlərlə kvadrat kilometr ərazini axtardılar. Ancaq nəticə sıfır idi. Nə Andrea Gale tapıldı, nə də 6 nəfərlik heyətdən bir nəfər belə sağ və ya ölü halda aşkar edildi. Yalnız okeanda yanacaq çənləri, boş xilasedici avadanlıqlar və gəminin bəzi qırıq hissələri tapıldı. Bu parçalar göstərirdi ki, gəmi çox güclü zərbə alaraq parçalanmışdı. Bəs gəmi necə batdı? Bu sualın dəqiq cavabı bugün də yoxdur. Çünki hadisəni danışacaq heç kim sağ qalmamışdı. Mütəxəssislərin fikrincə, gəmi əvvəlcə mühərrik və ya sükan problemi yaşayıb. Daha sonra isə nəhəng dalğalardan biri gəmini yan vəziyyətə salaraq aşırıb. Belə dalğalar rogue wave adlanır. Onlar qəfil yaranır və adi dalğalardan 2, hətta 3 dəfə böyük olur. Bir çox müasir gəmilər belə bu dalğalara tab gətirməkdə çətinlik çəkirlər. 1997-ci ildə Amerikalı jurnalist və yazıcı Sebastian Junger bu faciə haqqında The Perfect Storm adlı kitab yazdı. Kitab qısa müddətdə bestseller oldu. 2000-ci ildə isə eyni adlı film ekranlara çıxdı və milyonlarla insan Andrea Gale faciəsi ilə tanış oldu. Filmdə bəzi səhnələr bədii şəkildə təsvir olunsa da, gəminin yoxa çıxması və fırtınanın özü real hadisələrə əsaslanır. Bugün hadisədən 35 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Andrea Gale hələ də Atlantik okeanının dərinliklərində itkin hesab olunur. Onun dəqiq yeri bilinmir. 6 dənizçinin son dəqiqələrində nə yaşadığı isə bəlkə də heç vaxt öyrənilməyəcək. Bu hadisə bizə bir həqiqəti xatırladır. İnsan nə qədər güclü texnologiyaya sahib olsa da, təbiətin qarşısında bəzən tamamilə aciz qalır. Okean öz sirlərini həmişə qorumağı bacarır. Əgər bu cür real və sirli hadisələrin davamını izləmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti maraqlı hekayədə görüşənədək sağ olun.